Elə yaxşı insansınız, valla. Nə cavab yazıram, yazırsınız da adamı sayırsınız. Elə mənim heç adamı sayım belə təmiz var. Necə də görmüşəm də yazırsan cavab yazmaq istəmir, işi başından aşağı çoxdur. Amma sizə nə vaxt yazmışam mənim. Allah şahiddir, gecə də yazmışam, yenə mənə cavab yazmısınız. Allah sizdən razı olsun məndən. Həqiqətən söz olsun deyə demirəm, həqiqətən çox yaxşı insansınız məndən. Allah sizi var eləsin. Allah sizin təmiz ürəyinizə görə versin, hər şeyin ən gözəlini. İnanın siz mənim, mən çox istəyirəm sizin dərsə qoşulun. Çünki çox gözəl izah edirsiniz. Mən keçən dəfə dərsin axırında qoşuldum deyə sual cavabı qoşuldum, dərsə qoşulamadım, alındıram mən. Elə gözəl izah eləmişdiniz. Elə istədim ki, mən də qalın qrup ilə qoşulum da. Elə izahdan başa düşün də. Çünki siz elə izah edirsiniz, canlı adam tez başa düşür. Əsas sözlər çoxdur mənim. Allah sizdən razı olsun mənim. Hər mövzunda elə gözəl izah edirsiniz mənim. Kim əslində başqa tanrıca qoşulmuşdum, heç belə izah eləməmişdi elə. Boş köhnə izahlardan atmışdı, boş şey yapmışdı. Köhnə izahlardan atır, sual cavabını öz izahını atır biləsən. Amma sizin elə gözəl izah eləmişsiniz, canlı ya. O hər təmin sonu eləmir. Hərdən Adam. Siz hər zaman bizlərə həm maddi həm mənəvi olsun çox dəstək olmusunuz. Mən hər zaman deyirəm ki, Sofiya müəllimin gizli sehirli gücləri var. Bunlar sayəsində biz hər zaman irəliyə getmişik. Əgər biz yüksək ballar toplamışıqsa, müsahidə mərhələsinə hazırlaşırıqsa, ilk öncə Rabbimiz, sonra sizə borcluyuq. Çox sağ olun, əziyyətinizi halal edin. Nə yaxşı ki, yenə deyirəm, sizi tanımışıq. Siz hər zaman bizi inkişafa, irəliyə götürmüsünüz. Bunu da edirsiniz və bunun qarşılığında heç nə gözləmirsiniz. Mən bunu demək istəyirəm ki, əgər sizin müdaviminiz olmuşuqsa, biz deməli çox şanslı müdavimlərdənik və arzu edirəm ki, hər bir müdavimin sizin kimi savadlı, sizin kimi işini sevən və bunu həqiqətən əziyyətlə layiqincə yerinə yetirən bir müəllimlə, bir təlimçi ilə hazırlaşsın. İnanıram ki, heç vaxt peşman olmaz. Sofiya müəllimə çox sağ ol. Allah sizdən razı olsun. Mən nə öyrənmişəmsə də, nə mənimsəmişəmsə də sizin sayənizdədir. Allah sizə sağlam can versin. Çox sağ olun. Allah uzunuzu bol eləsin. İnşallah məni yenə nəzərdə tutarsınız. Bu ayda qutarandan sonra bir 10 gün, 15 gün fasilə verərəm. Noyabrın nə bilim ikinci qrupundan falanla məni qurtarsınız. İndi bilmirəm bizdə işlərə qızlar qoşulmalı idi müəllimələr. İndi onlarla da danışım görüm, onlar da istəyirlərsə elə bir qrupa düşərik.